Salam, hər vaxtınız xeyir olsun. Bugün uzunmüddətli müqavilələr zamanı gəlir və xərc necə nəzərə alınır, ona baxacağıq. Əvvəlcə nəzəri olaraq izahını verim, daha sonra praktiki olaraq misal üzərindən aşağıda izahını verəcəm. Vergi Məcəlləsinin 130-cu maddəsinə əsasən uzunmüddətli müqavilələr zamanı gəlir və xərc xüsusi çəki əsasında müəyyənləşdirilir. Belə ki, cari il ərzində faktiki çəkilən xərc ümumi xərclərə bölünür və xüsusi çəki tapılır. Həmin xüsusi çəkiyə əsasən gəlir və xərc müəyyən olunur. Necə? Ona praktiki olaraq nümunə əsasında aşağıda izahına baxa bilərsiniz. Onu da qeyd edeyim ki, işlərin və xidmətlərin dəyərinin 6 ay ərzində başa çatdırıldığı müqavilə uzunmüddətli müqavilələrə aid edilmir. Uzunmüddətli müqavilələr 6 aydan uzun müddətə bağlanan müqavilələrə şamil olunur. İzahına isə aşağıda diqqətlə baxın.